Mən iştəddə hubban lana, iştəddə hubban linnisa. Əhl-i Beyt buyurur, hər kim bizi sevdiyini iddia eləyirsə, öz evində xanımın sevsin. Öz evində xanımına sevgisini doğru düzgün göstərsin. Bəzi adamlar evdə xanımın incidirlər, amma deyirlər biz Hüseyn aşiqiyik. İmam Hüseyn aşiqi öz əlinin altında olanlara rəhm eləməlidir, incidməməlidir onları. İslam Peyğəmbəri gəlmişdi evə, Ümmü Sələmənin evinə, gördü evdən ətir iyi gəlir. Dedi, buradan ətir iyi gəlir. Dedilər, Hula gəlib. Hula ətir satan idi. Dedi, ətir gətirib satmağa. Hula çıxdı, dedi, xeyr, ya Rasulallah, mənim səninlə işim var. Nədir işin? Dedi, mənim ailəm mənə məhəl qoymur, mənə baxmır. Fikri başqa yerlərdədir. Peyğəmbər buyurdu ki, Hula, sən ailəvə qayğı ilə, sayğı ilə yanaşırsan, əri və həyat yoldaşı var. Dedi, bəli, ya Rasulallah, amma ona mənə baxmır. Peyğəmbər buyurdu, gedib ona deyərsən ki, öz ailəsi ilə doğru davranan adam Allah yolunda cihada çıxmış adam kimidir. Mələklər onu ağuşuna alarlar, o üçün istiğfar eləyərlər.